Salam hörmətli balıq həvəskarı. Aprel ayının bu gün ayın 25-i. Hal-hazırda görürsünüz doldurmuşam suyumu. Bu gün səhərlərdə balıqlarımdan getdim, buraxdım bura. Xırda balıqlardan. İndi hazırlaşıram yem verməyə. Yemi qoymuşam orada hazır olmağa. Balıqları yemləmək üçün belə mən keçənlərdə göstərdim. Belə bir yem qabı düzəltmişəm. İndi sizə göstərəcəm hal-hazırda. Yeşildir, qalçıq yeşildir. Onun içinə xırdanların sirkası eləmişəm ki, yem tökəndəsində dağılmasın. Buğda, ondan sonra arpan tökəndə. Onun profkasıdır. İndi sizə göstərəcəm mən onu necə eləyirəm, necə yemləyirəm. Keçənki videolarımda göstərmişəm. Belə bir şeydir. Yəni bu üçün yem tökürəm. Beləncə suya buraxıram bunu. Yavaş hopur. Yem qabı qalır orada. Məsələn 3 gündən sonra, 4 gündən sonra ya həftədə bir dəfə çıxardıb baxıram içində. Əgər içində yem qalıbsa, yem qoymuram. Yem yoxdursa, deməli balıqlar 100% bilirəm ki, yeyiblər. Daha elə belə təxmini ilə belə şey atmıram. Suya yem atmıram. O həm də yaxşıdır. Belə deyək də, qalır orada, artıq yem qalır orada, çürüyür, suyu da pis eləyir. Belə də bilirəm ki, məsələn o yem qabındakı yemi balıqların 100% yeyib. Arxayın olurlar. Bax belə. Günlər səhər tezdəndən balıqlarımı köçürmüşəm hamısını bura. Xırda balıqlarımı inşallah yaxşı olar. Videonu izləməkdə olun. Ardı gələcəyim.